Bu səhər saat 6:30-a olan məlumata görə Ermənistan Seçki Komissiyasının, Mərkəzi Seçki Komissiyasının məlumatına görə artıq deməli 56% səslər hesablanıb və nəticədə deməli Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası irəlidədir. Nəticələr isə onun üçün 50,86%-dir. Seçici fəallığı 59% deyilir. İkinci yerdə kimdir? Bu maraqlıdır. Rusiyanın adamı kimi qələmə verilən deməli Samvel Karapetyan güclü Ermənistan bloku ilə ikinci yerdə qərarlaşıb. Səs faizi 24%-dir. Üçüncü yerdə isə keçmiş prezident deməli Qarabağ işğalı ilə bağlı adını yaxşı xatırladığımız və Azərbaycan xalqının heç vaxt unutmayacağı Robert Köçəryanın Ermənistan bloku dediyimiz kimi seçici fəallığı 59% olub. Keçmiş prezident Qarabağ işğalı kimi çox keçmişdə qalıb görünür. Seçkidə də Ermənistan xalqından da etimad görə bilməyib, yəni öz adına. Firuz, buna baxmayaraq deməli sərsəm açıqlamalarını davam elətdirir yenə də və deyir ki, Paşinyanın ünvanına əgər o getməsə bu çox pis bitəcək. Və mən sosial şəbəkə hesablarında yazılan şərhləri oxudum, elə erməni segmentində sosial şəbəkələrə maraqlı yanaşmaları var Köçəryanın bu və buna bənzər açıqlamalarına dair və hər kəsin deməli dilində bir ifadə var ki, artıq keçmişdə qaldınız və sizin Ermənistanın nələr gətirdiyinizi, ümumiyyətlə regiona nələr gətirdiyinizi, xalqlara nələr yaşatdığınızı Ermənistan xalqı və region əhli gördü. Qəbullanmalıdır artıq keçmişdə qaldınız. Bu biraz o qəbullanmamaq məsələsini də başa düşürəm. Sonur ki, biraz yaş da alıb, bir ifadə var, xərifləyib deyilən bir söz var ki, ola bilər bu sərsəm açıqlamalar da məhz bundan qaynaqlanır onun. Siyasətdə belə hallar mümkündür. Sonradan yaşlı vaxtında yenə siyasətə qayıtmaq cəhətləri və s. Amma gəlib nə edəcək? Ermənistan xalqı sanki artıq 90-cı illərdə, eləcə də 2020-yə qədər deyək, yaşananları, yaşadıqlarını və yaşatdıqlarını gördülər və bundan sonra öz seçimlərini etdilər. Söz yox ki, hələ dediyimiz kimi səslərin cəmi 56% sayılıb, amma həm eksit poll nəticələri, həm əvvəlki sorğular, eləcə də 56%-də görünən səs çoxluğu imkan verir ki, artıq Paşinyan o formada öz qalibiyyətini elan eləsin. Qalibiyyətini elan eləyəndən sonra açıqlamaları oldu dediyimiz kimi, deməli, İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrdə münasibətlərin normallaşdırılmasının sadiqliyini bir daha ifadə elədi. Deməli, Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır, dedi. Ermənistan xalqı sülh istəyir, regionda inkişaf istəyir və biz bunun üçün buradayıq, bu postdayıq və bu post olmağa davam edəcəyi açıqlamasını verdi. Ümid edirəm ki, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq yanaşmamız belə bir açıqlama verdi. Təbii ki, müsbət qarşılanacaq. Sülhə bizim münasibətimiz onsuz da bəllidir, uzun illərdir. Regionda sülhü əvvəlində güc hesabına, sonrasında siyasət, diplomatiya hesabına, yəni onsuz da Azərbaycan bərqərar etdi. Sonrasında Türkiyə illərdir ki, 10 illərdir ki, Azərbaycanla Ermənistanın münasibətlərinə görə sərhədlərinə bağlı saxlayırdı. Artıq Ermənistanda belə bir, nəhayət belə bir hakimiyyət formalaşdı ki, hər özünün blokadada qaldığını aydın formada gördü. Deməli, Gürcüstan vasitəsilə üzərindən Rusiya ilə əlaqələri, ticarət əlaqələri və s. bunlar vardı ki, artıq daha doğrusu bir dalana çevrilmişdi. Bir Rusiyanı tutmaqla Azərbaycan və Türkiyə kimi geosiyasi məsələlərdə öz iqtisadiyyatında güclü irəliləyiş əldə edə biləcəyi imkanları qaçırırdı. Bu müharibə sayəsində belə deyək. Və təkcə, məsələn, deməli, Rusiya ilə Ermənistanın quru yolundan yeganə yolu Gürcüstanda yuxarı Lars Kazbek dağları, belə deyək. Oradan keçir, çox çətin coğrafi relyefi var oranın və təsəvvür edin ki, payız aylarından başlayır, ta ki, aprel-may ayına qədər demək olar ki, o yolun açıq gününü görmək mümkün deyil. Yəni, tırlar, yük maşınları aylardan qalır, ilişir qalır həmin yerlərdə və onsuz da çətin vəziyyət edir Ermənistanla və Rusiya təbii ki, yenə də özünün Ermənistanda və ümumilikdə regionda özünün hakimiyyətini, idarə etməsini saxlamağa cəhət göstərərdi. İllərdir, artıq Mikhail Saakashvilinin dövründən də belə deyək, 2013-cü ilə qədərki dövrdə artıq Gürcüstan özünün xəttini seçmişdi. Baxmayaraq ki, sonradan gələn hakimiyyət bir qədər belə iki tərəfli siyasət aparmağa çalışdı, amma daxildə bu yaxşı qarşılanmadı və Avropadan özünü bir növ 2028-ci ilə qədər Avropaya üzvlük məsələsini dondurmaqla Gürcüstan bir növ özünün daxildə və eləcə də qərbdə yanaşmalarına qarşı bir, necə deyirlər, bir stop qoydu. Yəni, Avropaya meyilləmə məsələsinə bir stop qoydu müvəqqəti olaraq daxildə qəbul etdiyi qərarlarla. Azərbaycanla bağlı, Azərbaycan illərdir ki, artıq
Qəbələ İrəlisdən sonra ümumiyyətlə Azərbaycanda Rusiyanın hər hansı bir hərbi mövcudluğu yoxdur. Azərbaycan özünün yolunu əvvəldən seçib, müstəqil siyasət aparır. Belə deyək, rəsmi Bakının mövqeyinə baxanda nə qərbdəyik, nə Rusiya meyli var. Özünün siyasətini aparır və iqtisadiyyatı, siyasəti öz əhalisinin güzəranına uyğun olaraq hansı tərəf deməli uyğundursa, orayla öz siyasətini uyğun formada da aparmağa davam elətdirir. Və Ermənistan bu gün nəhayət özünün seçimini elədi və bu seçimdən sonra artıq təkcə Ermənistan üçün yox, eləcə də Cənubi Qafqazın geosiyasi vəziyyətinə böyük bir təsir göstərmiş oldu. Amma Rusiyanın deməli Moldova və Macarıstan seçkilərinə müdaxiləsi iddialarından sonra ən çox baxılan, ən çox gözlənilən məsələ məhz Ermənistandakı vəziyyətidir ki, Ermənistana hansı formada təsir edəcək. Hətta təsəvvür edin ki, son aylarda bu sayaq iddialar var idi və konkret belə deyim, faktlara söykənən iddialar idi ki, Ermənistan vətəndaşları, Rusiyada yaşayan Ermənistan vətəndaşlarına Moskva İrəvana göndərməyə çalışırdı ki, səsvermə hüquqlarından istifadə eləsinlər. Çünki Paşinyan çox belə ağlı bir davranış addım atdı. Seçkilərə az bir müddət qalmış, xaricdə səsvermə təşkil olunmadı. Yəni, normalda necə olur? Həmin ölkənin vətəndaşı dünyanın harasında yaşayırsa yaşasın, bəli, səfirliklərdə, diplomatik nümayəndəliklərdə səsvermə təşkil olunur və həmin vətəndaş gəlib orada öz səsini verir, ölkəsi üçün belə deyək. Amma Paşinyan məhz Rusiya amilini nəzərə alaraq, Rusiyada yaşayan Ermənistan vətəndaşlarına Moskvanın təsiri imkanlarına, təzyiq imkanlarına nəzərə alaraq belə bir məhdudiyyət qoydu. Yalnız kim səs vermək istəyirsə, gəlib ölkə daxilində səs verə bilər. Amma Rusiyadan gələnlərlə bağlı vəziyyət bir qədər fərqli oldu. Məsələn, deməli, müəyyən yaşa qədər insanlar üçün, kişilər üçün hava limanındaca 25 günlük hərbi təlimlərə göndərmə məsələsi meydana gəldi. Onların hansısa pul müqabilində saxta səs vermə, təsir altında səs verəcəkləri halda 7 ilə qədər həbs cəzası məsələsi gündəmə gəldi və artıq insanlar Rusiyadan gələn Ermənistan vətəndaşları da öz üzərlərində bir təzyiq, gərginlik hiss etdilər və bunun üzərindən artıq bir xeyli qabağını almış oldular. Baxmayaraq ki, ötən günlərdə biz bu kadrlarda da görürük, İrəvan beynəlxalq hava limanında böyük bir sıxlıq, izdiham hissi olunurdu. Amma bunun seçkilərə nə qədər təsiri oldu, rəqəmlərdə bu özünü nə qədər göstərə bildi, bu başqa bir şey. Amma yekun nəticə ən az indiyə qədər ki, sayılan səslərə baxanda biz aydın görürük ki, Paşinyanın dediyimiz kimi partiyası irəlidə də. Və son vaxtlarda Rusiyanın Ermənistan üzərində təzyiqlərini həm də biz nədə hiss edirdik. Ermənistana aid olan bütün kənd təsərrüfatı məhsullarına qadağa qoyuldu. Mineral suların idxalına qadağa qoyuldu. Spirtli içkilər və s. Bir xeyli qadağalar vardı və bu Ermənistan cəmiyyətinə bir siqnal idi ki, biz deməli Nikol Paşinyanı, Vətəndaş Müqaviləsi Partiyasını seçəcəyiniz halda Paşinyan idarəçiliyindəki Ermənistana Rusiya heç nə verməyəcək. Yəni, buradan heç nə qazanmayacaqsınız Moskvadan. Belə bir mesajlar ötürülürdü, amma buna baxmayaraq, məsələn, Paşinyan bu idxalın dayandırılması ilə, yaxud ixracın dayandırılması ilə itirəcək olan sahibkarlara kompensasiya ödənişi vəd elədi. Yəni, bütün, belə deyim, o qolları kəsdi, atdı. Rusiyanın müdaxilə imkanlarını, belə deyək, kəsdi, atdı. Hər bir halda Amerika Birləşmiş Ştatlardan da, deməli, kəşfiyyatından bu yöndə xəbərlər var idi artıq, amma yəqin ki, irəlidəki günlərdə üzə çıxacaq. Nə var, nə yoxdur, hansı müdaxilə oldu, yoxsa olmadı, biz danışdıqlarımız üzrə görünənlərdə. Bir də deməli, seçki qutularından maraqlı bültenlər çıxdı, üzərində yazılarla bəs pulu almışıq, amma öz seçimimizi etdik. Bu erməni dilində belə, pulu almışıq, amma öz seçimimizi etdik. Bu sayda bir yox, çox sayda, bax, bu sayaq bültenlər deməli tapıldı, paylaşıldı. Hər halda maraqlı faktlardır, bunlar özümüz. Pul aldıq, amma qərarı özümüz verdik. Bəli. Qərarımız əvvəldən bəlli idi, sadəcə olaraq pul aldıq. İki tərəfli oynadılar. Bəli. Ki, biraz çox da təəccübləndim. Əvvəlki dövr olsaydı erməni xüsusiyyəti demək istəyərdim bunu, amma demirəm bunu. Mən susmağı tərcih edirəm. Deməli belə, Rusiyanın bu seçkilərə ən böyük müdaxiləsi Samvel Karapetyan amili idi təbii ki. Samvel Karapetyan kimdir, belə deyək, güclü Ermənistan blokunun rəhbəri, Rusiyalı milyarder. Onlardan biri də Azərbaycan həbsxanalarında yatır. Deməli, Taşir qrupunun sahibidir, yaxın vaxtları qədər Moskvada yaşayıb, Rusiya və Kipr vətəndaşlığı var. Insiderə məlumatına görə onun hətta Federal Təhlükəsizlik Xidməti ilə də əlaqələri var. Robert Köçəryan özü də Rusiyanın adamı adına mən çox üzrəm. Samvel Karapetyan bu prezidentliyə namizəd olan şəxs Ermənistanda həm Kipr, həm də Rusiya vətəndaşlığı da var.
Bəli, düz başa düşdüm. Eyni ilə Ermənistan vətəndaşıdır. Həm də eyni. Yəni onların qanunvericiliyə deməli belə şeydə yəni heç bir problem, məhdudiyyət yoxdur. Bəli. Ermənistan vətəndaşlığı varsa, başqa bir ölkənin vətəndaşlığı olub-olmamasının artıq fərqi yoxdur. Bəli, əhəmiyyətli olmur. Başa düşdüm. Digər tərəfdən, məsələn, Köçəryana Putinin şəxsi dostu belə deyirlər. Onun anti-reytingi belə deyil, məlum məsələdir o dediyimiz amillərdən. Hətta onun deməli 9,2% 3-cü yerdə olmasının da əsas səbəblərindən biri tək partiyasının yox, blok şəklində deməli namizədliyini irəli sürməsidir. Sonra Sarkisyan var, şeylənən Ermənistan, o da iş adamıdır. Onun partiyası hələ 2019-cu ildə Vahid Rusiya ilə əməkdaşlıq sazişi imzalayıb. Yəni burada da yenə də bütün demək olar ki, Paşinyanın buradakı rəqibləri hamısı Moskva ilə hansısa formada əlaqəli olan şəxslərdir, belə deyək. Və bundan başqa deməli Reutersin maraqlı bir xəbər vardı ki, Moskva müxalifətə səs verilməsi üçün erməni əsilli 100 min vətəndaşı, bu bayaq dediyimiz faktdır, bu Reutersə bunu təsdiqləyir. 100 min erməni əsilli vətəndaşı və Ermənistan vətəndaşını təbii ki, İrəvana göndərməklə məşğuldur. Hətta onlara bütün bilet xərcləri də qarşılanıb. Sadəcə sona yaxın deməli proses axsayıb, pullar köçməyib hesaba. Bax, belə bir mənzərə də var ortada. Onların həm təkcə bilet xərclərdən getmir söhbət, ümumiyyətlə onların o biletində yazdıqları, almalı olduqları pul məsələsi. Deməli, ən vacib məqamlardan biri nədir? Seçkilərdən sonra əsas sual kimin qalib gələcəyi məsələsi deyil. Ümumiyyətlə, Ermənistan cəmiyyətinin, hökumətinin Rusiya yoxsa Qərb istiqamətində addım atması. Baxın, Paşinyan son günlərdə belə bir açıqlama verilmişdi ki, artıq Ermənistan bu məsələni, seçim məsələsini buraxmalıdır xalqın deməli ixtiyarına və referenduma getməlidir. Əhali Avropa İttifaqını istəyir, yoxsa Avrasiya İqtisadi Birliyini istəyir? Paşinyanın açıqlaması oldu ki, bizim hələ Avropa İttifaqına nə dəvətimiz var, nə namizədliyimiz var, hansısa ciddi söhbətlər yoxdur. İndi Qərb bizim üçün 50 milyon avro ayırırsa, bu o demək deyil ki, artıq biz Avropanın qapısındayıq və s. Yəni, o gün biz referenduma gedəcəyik ki, artıq Avropa İttifaqına üzvlüklə bağlı konkret namizədliyimizi təsdiq etmiş olacağıq. Yalnız bu halda hələ ortada heç bir şey yoxdur və biz burada seçim etmə mərhələsində deyilik. Amma Avrasiya İqtisadi İttifaqında özünün belə deyək, de facto dayandırıb hələlik özünün iştirakını dondurub, eləcə də deməli kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında həmçinin illərdə artıq yoxdur və Rusiyanın bu yöndə Moskvaya, daha doğrusu İrəvana, Ermənistana təzyiqləri də göz qabağındadır. Putin tez-tez həm KTMT-nin, həm də Avrasiya İqtisadi İttifaqının tədbirlərində deməli bu sayaq İrəvanın ünvanını atmacalardan gündəmə gəlir. Həm də Belarus prezidenti Putinin ən yaxın dostu da deməli bu sayaq Lukashenko da bu sayaq deməli çıxışları ilə məşhurlaşıb. Deməli Ermənistanda artıq seçkilərə pulla ələ almaqda şübhəli bilinən onlardan şəxs saxlanılıb. Dünən bu barədə hətta, bilmirəm, Telegram kanallarında, müxtəlif Telegram kanallarında video görüntülər də artıq paylaşılmışdı ki, onlar necə həbs olunurlar, aparılırlar polis bölmələrinə, avtomobillərə əyləşdirirlər, həmin o polis avtomobillərinə. Görünür ki, əməlli başlı, yəni bunun olacağını əvvəlcədən təxmin də eləyiblər ki, həm də ona hazırlıqlı olublar, tədbirdə görüblər. İşləyib, belə deyil. Ararat Mirzoyan, Xarici İşlər Naziri isə nə deyir? Rusiyadan olan ermənilər üçün səs vermək hüququnun məhdudlaşdırılması lazımdır. Söz yox, bu seçkilərdən əvvəl deyirdi bunu, amma ümumilikdə bundan sonrası üçün də bunun belə olmasını vacib olduğunu hesab edir. İllərlə başqa ölkədə yaşayır, amma sadəcə səs vermək üçün ölkəsindən gəlir, bir neçə saatlıq və geri qayıdır. Bu, deməli, təhqirdir. Belə insanları anlamaq qeyri-mümkündür, deyir Ararat Mirzoyan. Hər halda gözləyək, yəqin ki, bu gün ərzində artıq bütün 100% səslər hesablanacaq və təkcə Ermənistan yox, ümumiyyətlə Cənubi Qafqaz, həm də Azərbaycan, Türkiyə üçün bunun nəticələri nədən ibarət olacağını birlikdə görəcəyik. Təşəkkürlər Nəriman. Çox sağ olun, Nəriman. Təşəkkür. Sənə də uğurlar.